12 noyabr biz yenə müsahibə sualları ilə video izaha davam edirik. Bugün müəllimlərə hansı suallar verilibdir? İndi həmin suallarla tanış olaq. Təkrar suallar olarsa üstündən bir plus işarəsi çəkəcəm ki, biləsiniz. Bu suallar çünki dünənləri müəllimlərə verilmişdi. Yəni hansılar ki, təkrardır. Məsələn, birinci sualımız dünən ünvanlanan sualdır. Valideyn gec götürsə nə eləyərsiniz? Bu sualın verilmə məqsədi sizin məsuliyyətinizi yoxlamaq və ya valideyndə məsuliyyətsizlik müşahidə elədiyiniz halda necə davranmağınızla bağlıdır. Əgər valideyn gec gəlib götürərsə, əvvəlcə biz uşağın narahat olmaması üçün onu bir növ sakit oyunlara, kitab oxuma fəaliyyətinə təşviq eləyərik. Amma valideynin davamlı şəkildə gec gəlib götürmə kimi halları olarsa, onda mütləq valideynə hüquq vəzifəsini xatırladıb, məsuliyyətini xatırladarıq ki, iş saatı bitdikdən sonra valideyn uşağı zamanında gəlib bağçadan götürsün. İkinci sualda müəllimin plan dəftərində hansı bölmələr olur və siz onu necə tərtib edirsiniz? Yəni, bu belə bir sual ünvanlanıbdır. Plan dəftərində illik, aylıq, həmçinin gündəlik planlar qeyd olunur ki, mövzunu, burada qeyd olunan mövzunu uşağın yaş səviyyəsinədir, inkişaf göstəricilərinə, standarta əsaslanaraq tərtib edirəm. Sualı belə cavablandırsanız, yəni onların sizdən istədiyi cavabı onlara vermiş olacaqsınız. Üçüncü sualda uşaqların inkişafının izlənilməsini necə aparırsınız? Müəllimlər, bilirsiniz ki, bu sual qiymətləndirmənin sualıdır. Dünən cavablandırmışdıq. Bugün yenə bu sual verilibdir. Burada söhbət hər gün aparılan şəxsi inkişafı izləmə qiymətləndirməsindən söhbət gedir və hər bir uşağın burada əsas məsələ fərdi inkişafını cədvəl vasitəsilə qiymətləndirdiyinizi vurğulamalısınız və bunu ilk öncə müşahidə vasitəsindən aparırsınız. Müşahidə apardınız, bundan əlavə qeydlər yazdınız, nəticələri mütləq valideyndən bölüşürsünüz və müəllimə müşahidə qeyd dəftəri olmalıdır ki, sabah valideyn iclası keçiriləndə hər bir valideynə onun övladı haqqında, gündəlik fəaliyyət haqqında məlumat verəndə həmin o qeyd dəftərinə baxıb, məsələn, bugün Raul ümumiyyətlə bir həftə ərzində birinci gün, ikinci gün necə davranıbdı, Aysel birinci, ikinci, üçüncü gün necə davranıbdı, yəni onların hər birinin fərdi xüsusiyyəti o dəftərdə qeyd olunmalıdır ki, bir növ valideynə də biz düzgün məlumat çatdıra bilək. Davam eləyək 4-cü sualla. 4-cü sualda inklüziv təhsili soruşur. İnklüziv təhsildə yenə dünən cavablandırmışdıq ki, yəni inklüziv təhsildə məqsəd diferensial təlimi qorumaq, həmçinin fərqli imkanlara sahib uşaqlar arasında fərq qoymamaq və onları birgə təhsilə cəlb etməkdir. Və deyir ki, siz burada hansı yanaşmalardan istifadə edirsiniz? Vurğulaya bilərsiniz ki, mən hər bir uşağa fərdiləşmiş tapşırıqlar üzrə oyunlar, vizual materiallardan istifadə eləyərək tapşırıqlar təqdim eləyərəm və hər uşağın prosesdə iştirak etməsinə şərait yaradaram. Yəni, sualı bu cür cavablandıra bilərsiniz. Niyə müəllim olmağı seçmisiniz? Demək olar ki, hər il müsahibədə verilən suallardan biridir müəllimlər. Burada sizin özünüzün şəxsi tənqidi təfəkkürünüzdən çıxış eləyərək bildirdiyiniz fikirlər olmalıdır. Niyə müəllim olmağı seçmisiniz? Ola bilsin ki, evdə valideynləriniz müəllimdir, siz də gözünüzü açandan o ailədə müəllimlik situasiyasını görmürsünüz, ona görə müəllim olmağı seçə bilərsiniz. Ola bilsin ki, sizin fənn müəlliminiz fənnini çox gözəl tədris edibdir, siz onu özünüzə bir kumer kimi görmürsünüz, rol model kimi görmürsünüz və istəmişsiniz ki, gələcəkdə müəllim olasınız və ya uşaqları çox sevdiyinizə görə onların inkişafıdır, onların davranışına, düşüncəsinə bir yön verməkdən ötürü bu sahəni seçmisiniz. Yəni, bu sizin sadəcə işiniz yox, bir missiyanızdır. Bu formada vurğulaya bilərsiniz. Təbii ki, öz fikirləriniz də varsa əlavə eləyin də. Çünki hər müəllimə görə cavab dəyişir. Müəllim kimi hüquqlarınız nələrdir? Yenə hüquq vəzifə dərsinə istinad eləyir. Sağlam mühitdə işləməkdir, normal iş şəraiti ilə təmin olunmaqdır. Təhsil prosesində, yəni ki, təhlükəsiz mühitdə işləməkdir. Bunlar hamısı müəllimin hüquqlarıdır. Müəllimin hüququ çoxdur, müəllimlər əlavələri də. Məsələn, mükafatlandırılmasıdır, təklif olunmasıdır. Sonra müəllimin hüquqları sırasında əlavə eləsək, təkliflərin irəli sürülməsidir. Yəni, təklif də varsa hüquq götürürdük. Bunları vurğulaya bilərsiniz. Müəllim kimi vəzifəniz deyəndə sizin öhdəliyinizi nəzərdə tutur ki, uşaqların inkişafına dəstək olmaqdır, onları məktəb təliminə hazırlamaqdır.
Sonra valideynlərlə əməkdaşlıq etməkdir. Bu isə sizin vəzifənizdir. Yenə bu sıranı bu formada artıra bilirsiniz. Hüquq vəzifə dərsi test imtahanına hazırlaşanda hazırlaşdığınız bir dərs olduğuna görə, mövzu olduğuna görə, yəni burada da çətinliyiniz olmayacaq. Gardner nəzəriyyəsi. Gardner ümumiyyətlə nəzəriyyəsi bugün bağçalarda tətbiqinə geniş icazə verilən nəzəriyyədir. Niyə görə? Çünki differensial təlimi dəstəkləyir və uşaqların intellektini müxtəlif yollarla öyrənməyə, üzə çıxarmağa şərait yaradır. Burada indi hər bir intellekt haqqında qısa məlumat verə bilərsiniz ki, bizim qrupumuzda bütün uşaqlar eyni potensiala sahib deyil. Ona görə Gardner nəzəriyyəsinə önəm verilir və müəllimlər yadınızdadırsa, mən Gardner nəzəriyyəsini də müasir metodla tətbiqini canlılarda keçmişdim. İstəsəniz ona da istinad eləyib, hətta əgər o təlimdə iştirak edən, o seminarda iştirak edən müəllim olmuşdusa, Gardnerlə bağlı mənim canlı keçdiyim yeni innovativ metodlarla. Bax, həmin o orada öyrəndiklərini bu sualda versəydi, bax bu sualın cavabını o formada cavablandırmış olsaydı, çox əhatəli, çox geniş və yenilikdən, müasir metodlardan xəbəri olmuş şəkildə komissiya üzvlərinə təqdim eləyəcəkdi. Amma indi bilmirəm da müəllim bu suala necə cavab veribdi. Və sonraki mərhələlərdə əgər düşünsəniz ki, bu sual birdən mənə düşər, mən də əhatəli o Gardner nəzəriyyəsinin yeni üsulla tətbiqinə baxım, o zaman YouTube-da səhifəmdə, yəni canlı olan hissəyə baxın, orada qeyd eləmişəm. Gardneri müasir üsulla necə tətbiq etmək olar? Onun haqqında məlumat əldə edə bilərsiniz. PDF-sini əldə etmək istəsəniz, o zaman mənə yazın WhatsApp üzərindən 05449 96 48. PDF-ni sizlə paylaşım, istəsəniz bir vizual olaraq oxuyub tanış da ola bilərsiniz. Yəni Gardner nəzəriyyəsində intellekt növlərindən məntiqi riyazidən, verbal lingvistdən, musiqi ritmlidən, şəxs daxili, şəxslər arası, yəni bunlar haqqında məlumat verməlisiniz. Ki biz bunu tətbiq edirik ki, hər bir uşaq öz potensialına uyğun güclü tərəflərini müəyyən edə bilsin. Əgər uşağın əli göyərib və valideyn sizə zəng edib danlayırsa, nə edərsiniz? Yəni burada emosionallığımızı yoxlamaq üçün verilən bir sualdır. Bu zaman empatiya hissi duyduğunuzu vurğulamalısınız. Yəni məsələyə sakit yanaşaram, çünki valideyn övladının sağlamlığı ilə bağlı narahat olması, yəni normal bir haldır və hadisə necə olubdusa, çalışaram ki, həmin hadisəni izah edeyim, sonra valideynin narahatlığını anlayışla qarşılayaram. Əsas məsələ problemi gizlətmək yox, ortaq məqama gəlib həll yolu tapmaqdır. Qrupda uşaqlar dalaşarsa, münasibətiniz, reaksiyanız necə olar? Ümumiyyətlə, uşaqlar müxtəlif səbəblərdən dalaşırlar. Biz yenə də test mərhələsində hazırlaşanda qrupda konflikt yarandığı zaman bilirdik ki, taymerdən istifadə edirdik. Bu qum taymeri idi ki, uşaqlarda növbə anlayışı formalaşdırırdıq ki, oyuncaq üzərində dalaşmasınlar. Məsələn ki, uşaq dalaşıbdırsa, onları sakitləşdirərəm, vəziyyəti dəyərləndirərəm, hansının səhv, hansının doğru davranış göstərdiyini çalışaraq ki, birgə analiz eləyək. Yəni bir tərəfi dinləyib, digər tərəfi dinləmək bu kimi hala yol vermərəm və bu, həm də uşaqlar arasında sosial bacarıqları öyrətmək üçün yəni bizə verilən əla bir fürsətdir. Yəni bunu bir fürsətə çevirərəm ki, əslində uşaqlar arasında sosial münasibətlər bərpa olunsun. Uşaq pomidorla qara rəng necə? Pomidorla qara rəng çəkibsə, bu vəziyyəti necə qiymətləndirərsiniz və nə edərsiniz? Necə ki, pomidorla qara rəng çəkmək? Pomidoru qara rənglə çəkibsə, orada sualı mənə necə yönləndiriblərsə, o formada bura yazmışam. Ona görə bu sual əslində belə olmalı idi, müəllimlər, bircə dəqiqə. Pomidoru qara çəkibsə, belə olmalıdır sual. Qara çəkərsə... Bu vəziyyəti necə qiymətləndirərsiniz və nə edərsiniz? Bu da uşağın bir seçimidir və hər bir rəngin özünün bir simvolik məna daşıması deyə bir anlayış var. Ola bilər ki, uşaq onu sadəcə təcrübədən keçirməkdən ötürü elə çəkibdir və mən bunun səbəbini soruşaram ki, bu rəng sənə nəyi xatırladır və ya
evinizdə gündəlik pomidordan istifadə eləyirsiniz? Pomidorun rəngi necədir? Mağazada pomidor görmüsənmi? Yəni bu kimi suallar verərək əslində onun niyə görə pomidoru qara rənglə çəkdiyini, mənanı, yəni başa düşməyə çalışaram. Amma qətiyyən bundan ötürü yəni uşağı tənbihləmək olmaz. Dünən hansı gün idi? Bugün uşaqlarla necə qeyd etmisiniz? Dünən hansı gün idi? Dünən müəllimlər bizim tariximizə görə 12 noyabr idi və 12 noyabr Konstitusiya günü idi. Yəni əslində bunu soruşmaq istəyiblər sizdən. Uşaqlarla necə qeyd eləmisiniz və ya necə qeyd eləyərsiniz? Ümumiyyətlə bağçada uşaqlarla günün necə qeyd etdiyimizi indi hal-hazırda sizlər tərbiyəçi kimi hələ fəaliyyətə başlamamısınız da. Amma belə soruşularsa ki, bağçada bir günü necə keçirərsiniz? O zaman yenə də uşaqların marağına uyğun olaraq məşğələlərin keçirilməsi, planlaması, sonra səhər fəaliyyətlərinin təşkil olunması, yəni bunları vurğulaya bilərsiniz. Sizcə insanların inkişafında sosial amillər yoxsa irsi amillər daha çox rol oynayırmı? Ümumiyyətlə 17-ci əsrə qədər irsi amillər daha ön plan daşıyırdı, amma sonradan mühitdir, ondan sonra tərbiyə daha ön plana keçdi. İrsiyyət ən axırıncı planda qalır. Yəni hər ikisi vacib görünsə də sosial mühit daha uşağa təsir göstərmiş olur. Çünki uşağın davranışıdır, dünya görüşüdür. Bu sosial amillər nəticəsində ortaya çıxan, formalaşan bir anlayışdır. 14-cü sualda yaş dövrlərinə görə uşaqların xüsusiyyətləri haqqında danışın. Yəni burada bizdən hər uşağın yaşa görə davranış xüsusiyyətini istəyir ki, məsələn 3 yaşında olan uşaqda daha çox mən konsepsiyası formalaşırsa, 5 yaşında olan uşaq daha çox sosiallaşmağa doğru gedir. 1 yaşında olan uşaq daha çox anaya bağlılıq mövqeyində olur. Yəni bu məsələləri deyir. Bunları da alimlər keçmiş yaxı, alimlərin böldüyü yaş kateqoriyalarına uyğun da bölüb deyə bilərsiniz. Yəni burada məqsəd soruşmaqdan nədir əslində? Hər yaşa uyğun olan əlamətləri müəllim bilirmi? Məsələn, 1-2 yaşda uşaqlar necə olur? 4-5 yaşda uşaqlar necə olur? 5-6 yaşda necə olur? Məsəl üçün, fiziki inkişaf baxımından tutaq ki, kiçik yaşlarda uşaqlar fiziki aktivlik çox da yəni müstəqil şəkildə fiziki hərəkətlər yerinə yetirə bilmirlər, amma yaş qrupu artdıqca onların fiziki inkişaf xüsusiyyətləri də dəyişmiş olur. Sadədən mürəkkəbə doğru, varislik prinsipinə görə, həmçinin idraki baxımından kiçik yaş qruplarında uşaqlarda düşüncədir, təfəkkürdür, təxəyyüldür, tam formalaşmır. Amma yaş qrupu artdıqca onlarda yavaş-yavaş məntiqi təfəkkür formalaşır. Sonra bu məntiqi təfəkkür öz yerini tənqidi təfəkkürə verir. Yəni əzbərçi yox, oxuduğunuz mövzulardan çıxardığınız nəticəni onlara təqdim edə bilərsiniz. Yaş dövrlərinə görə bunu dedik. Sizdən bir məşğələ qurmağı istəsək, necə planlaşdırarsınız? Müəllimlər, bu da yenə bizə verilən, yəni spontan bir sualdır. Burada nəyi vurğulamalısınız? İlk öncə standart kodu vurğulamalısınız ki, məsələn 2.2.1 tutaq ki, siz qurmaq istəyirsiniz. 2.2 dediksə, deməli bədii təfəkkür məşğələsi ilə bağlı deyə bilərik. Standartı mütləq deməlisiniz. Standartdan sonra məqsədi qeyd elədiyinizi vurğulayarsınız. Sonra standarta uyğun, yəni məqsədin, daha doğrusu mövzunun seçilməsi, sonra məqsədin müəyyən olunması, ondan əlavə məşğələnin ardıcıllığında məşğələ mərhələlərini vurğulamalısınız ki, motivasiya, dərk etmə, tətbiq etmə mərhələsini istifadə eləyərəm, yekunda reflektiv sualları uşaqlara verərəm və məşğələni yekunlaşdıraram. Əgər desələr ki, hal-hazırda qurun, onda başlayırsınız bayaq dediyimin ardında. Məsələn, tutaq ki, 2.2.1 bədii təfəkkür məşğələsi, hansısa bir mövzu götürürsünüz. Məsələn, var Daiqazakinin Hərəyə bir portağal hekayəsi. Ona uyğun 3 məqsədi qeyd eləyirsiniz. İş üsuludur, iş formasının müəyyən olunmasıdır. Sonra başqa nə demədik orada? İş üsulu, iş forması, ondan sonra keçirdik. Resurs məsələsini vurğuluyursunuz. İndi hal-hazırda yanımda yoxdur vizual olaraq, ona görə yadıma sala-sala sizə deyirəm. Amma ki, belə sırf
məşğələ necə qurulur? Bundan öncəki canlılarda danışmışdıq. Həmçinin məşğələ nümunələri də yenə bizim YouTube səhifəmizdə var. Baxıb oradan yararlana bilərsiniz. Yəni ardı necə olacaq? Motivasiyanın qurulması, dərk etmə, tətbiq etmənin olması, dərk etmədən sonra uşaqlara idman dəqiqəsi təşkil etmək, tətbiq etmə mərhələsində uşaqların müstəqil fəaliyyətini dəstəkləmək, amma motivasiya mərhələsində uşaqlara vizual şəkillər göstərmək, dərk etmə mərhələsində onların yeni bilik, bacarıq əldə etməsinə şərait yaratmaq. Yəni bunu vurğulaya bilərsiniz. Fiziki mədəniyyət məşğələsində cütlərlə iş varmı? Müəllimlər, fiziki mədəniyyət məşğələsi konveyer olurdu, frontal olurdu, fərdi olurdu, bir də qruplar şəklində həyata keçirilirdi. Yəni sırf cütlər şəklində həyata keçirilmə yoxdur. Amma biz bunu cütlərin yerini qruplarla, işlə əvəz eləyə bilərik. Akademik məşğələ nədir? Akademik məşğələ daha çox uşaqların bilik və bacarıqlarının öyrədilməsinə yönələn məşğələdir ki, məktəbəqədər səviyyədə, yəni bu məşğələləri daha çox biz oyunla birləşdirib uşaqlara təqdim edirik ki, onların marağı itməsin. Məsələn, akademik məşğələni götürə bilərsiniz. Riyaziyyat, bədii təfəkkür, ətraf aləm, yəni daha çox idraki məlumatların ötürüldüyü. Fiziki mədəniyyət məsələn çox da akademik məşğələ kimi dəyərləndirilmir. Niyə? Çünki axı burada hərəkət daha çox ön planda olur. Montessori təlimi haqqında danışım. Montessori təlimi haqqında danışanda da müəllimlər o qədər geniş məlumatı var ki, yəni bunları birləşdirib yenə deyəcəksiniz ki, əsas Montessori təliminin əsas özəyi, məqsədi uşaqların müstəqilliyini dəstəkləmək, özünün heç kəsə ehtiyac duymamasıdır, inkişaf elətdirməkdir, sonra azad seçim imkanını dəstəkləməkdir Montessori nəzəriyyəsi. Məqsəd uşaqlarda müstəqilliyi, sərbəstliyi inkişaf elətdirməkdir. Özü etməyi öyrənmə prinsipinin Montessori'də ön planda dayanmasıdır, heç kəsə ehtiyac duymamasıdır. Yəni bunları vurğulaya bilərik. Hər bir sual haqqında dediyim kimi çox geniş danışmaq olar, amma müsahibə mərhələsi bilirsiniz ki, yəni maksimum 10-12 dəqiqəni əhatə edən bir proses olduğuna görə bir sualın üzərində 4-5 dəqiqə danışmağa ehtiyac yoxdur. 1 dəqiqə, 2 dəqiqə əsas vacib, lakonik hissələri qeyd elədinizsə kifayətdir. Digər sualları da həmçinin yazın və video izahın ardında həmin suallara da baxaq.